Doktor, bəs çox insan var ki, hava soyuyan kimi hicama elətdirir. Bu nə qədər düzgündür? Yox, hicamanın bu mətləbə dəxli yoxdur. Yox da, doktor. Yox. Hicama... Yəni, qan aldıraq, fəsil Yox, dəyişmək məsələn- Deyirlər, yayda eləmək olmaz, hava soyuyan. Yox, elə şey yoxdur. Yəni, hicamadır, zəlidir, arıdır. Bunların sezonu yoxdur. Bunların mövsümü yoxdur. 365 gün zəli, arı, hicama, masaj, təbii müalicələr etmək olar. Niyə? Tutaq zəliyi çox adam deyir ki, indi gedir, o biliyi olmayan adam əllə düşür, zəliyi qoyur, gedir, qan aparır, paltarı bulanır, üstü bulanır, qan dayanmır, hava isti olduğu üçün. İsti olanda qan daha çox laxtalanır. İnsan tərləyir, qan qatılaşır və infarkt olma ehtimalı çoxalır. Sən zəli qoyduranda qanını duruldursan, əmək qabiliyyətini artır, yuxun dərinləşir, rahatlanırsan, sakitləşirsən. Yox, indi sağlıq olsun, siz çox gəncsiniz, inşallah həyat qabaqdadır. Söhbət ondan gedir ki, bu gün ehtiyacı olan, qan təzyiqi olan, ürəyində əməliyyat olan, stent qoyduran, stenokardiyası olan adamlar nə desə yaxşıdır? Doktor, mənə həkim deyir ki, bu dərmanı sən ömrü kardiocərrah deyib ömrü içməlisən. Deyirəm ki, sən bir gün ki, sən onu içəcəksə, sənin qanın 3 dəqiqə yarıma, 4 dəqiqəyə laxtalanır. Bu 10 dəqiqəyə yaxın olmalıdır. Demək, bunun gücü çatmır, sən zəli qoydurmalısan. Və zəli ilə qanını durutmalısan ki, o təhlükəli həyatı yaşamayasan. Və zəli səni 6 ay qanını duru saxlayacaq. Tabletkanı bir gün içməyən kimi, ikinci gün yenə qan qatılaşır. Gör, Allahın möcüzəsinə baxır.